Salam değerli kanal izleyicilerimiz, size Masazır'da Masazır yolunun üzerinde inşa edilmiş Xəzri Yaşayış kompleksinde 14 mərtəbəli binanın 9-cu mərtəbəsində sahəsi 63 kvadrat metr olan 2 otaqdan 3 otağı mükəmməl düzəldilmiş əla təmirli bir mənzil təqdim edirəm. Deməli biz mənzilin dəhlizindəyik. Ev çox zövqlə və mükəmməl bölgədə təmir olunub. Çok səliqəli evdir. Ora mənzilimizin sanitar boşağı, istipolla təchiz olunub. Hal-hazırda əmlak bazarında satışda belə bir mənzil yoxdur. Bura mənzilimizin böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Bura mənzilimizin uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Mən sizə onları göstərəcəm. Bura mənzilimizin qonaq otağıdır. Mənzilin çıxarışı var, ipoteka yararlıdır. Değerli izleyiciler, həqiqətən də çox göz oxşayan bir mənzildir. Qazı, işığı, suyu, lifti daimidir. Masazırın tam mərkəzindədir. Bütün infrastruktura yaxın bir ərazidə yerləşir. Məktəbdir, bağçadır, 24 saat marketlərdir, Araz, Bravo, xəstəxana, bütün kompleksin ərazisində yaşa obyektləri mövcuddur. Deməli, bura mənzilimizin mətbəxidir. Mətbəxin də pəncərəsi var. Çox müştərilər periodik olunmuş mənzillərdə mətbəxin pəncərəsi olmamasından şikayət edirlər. Buyurun, bu da mətbəxin pəncərəsi. Mənzildə mebellər qalacaq. Mebellər mənzildə qalacaq. Məişət texnikası götürüləcək. İstənilən danışıq əsnasında o əşyalarda saxlamaq olar. Bura mənzilimizin böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Mebellər də yeni mebellərdir, köhnə mebellər deyil. Değerli izləyicilər, həqiqətən də çox zövqlü, səliqəli bir mənzildir. Şimdi daxil oluruq uşaqlar üçün nəzərdə tutulmuş yataq otağına. Burada uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Çəkiliş zamanı sizə eyvanı göstərmək nəzərimdən qaçmışdı. İndi mən sizə eyvanı da göstərəcəm. Təsəvvür edin ki, bu kvadratda mənzildə 3 otaqlı olunub. Hətta eyvanda saxlanılır. Burada mənzilimizin eyvanıdır. Kombi sistemi. Ətraflı məlumatı telefon vasitəsilə əldə edə bilərsiniz. Kanalımıza abunə olmağı unutmayın.